Gözaltı işıq dolusu elətdirmişəm. Bir də ceyran göz iyunda. Amma Deyirsiniz dəyişiklik falan eləməmişəm. Elə ceyran göz adamı dəyişir. hə, mənim gözlərim çox əhdədir. Yəni əvvəlki halıma baxanda biraz fərq edir. İlk vaxtlar daha normal idi. İndi biraz yenə çəkəyə batıb Sonra gözlərim. deyirsiniz gözaltı işıq dolu. Gözaltı işıq dolu da yəni ən belə Həm gözlərimin altı dəyişən bir çox prosedurdur. çox əhdədir. Həm də göylük var deməli. İndi makiyaj var, biraz elə cüz. İndi 5 nöqtə istəyirəm əsas. Çünki dərimdə həm bura ağız ətrafında sarılıq var, yəni rəng bərabərsizliyi falan. Bir də mənim alnımda burada çapıq var, bilmirəm. Diqqətinizi çəksin. Tikiş izidir o. Onu nə eləmək Onu olar? ancaq siz aparat kosmetologiyaya müraciət edin. Aparat kosmetologiya ilə yəni onu götürə bilərsiniz. Belə yəni dolğu, botoks falan bunu açmayacaq. Bəs Sizin bir gözünüzün üstü, yəni gicgah nahiyənizdən o birisi fərqlidir. hə, üzümdə simmetriya. Mütləq bura gicgah eləməlisiniz. Çünki qaş belə düşüb buradan, bu formudasınız. Bir də sizə massetr botoks lazımdır. Sizdə massetr əzələn eynidir. Bunu eləsəz çox gözəl, incə olacaqsınız. Yəni mənim sizə baxanda ilk gördüklərim, siz danışırsınız bayaqdan. Yəni mütləq. Ağız hissəmdə asimetri hiss eləyirəm mən. Güləndə falan da elə bir ağzım bir tərəf. Çünki bu tərəfiniz daha iridir, bu tərəfiniz daha incədir. Onu ilə siz, yəni mən heç kəsə özümdəkini hiss eləyirəm də. Mən deyirəm çox adam deyir yox fərqlidir, amma siz Yox, fərqlidir və bu tərəfiniz daha enlidir, tərəfi aşağıdır, bu tərəf isə incədir və yuxarıdır. Mütləq bu problemi massetr botoksla aradan qaldıra bilərsiniz. Mən deyərdim ki, 5 nöqtədənsə ilk birinci elə massetr botoks. Dəyişik istəyirsənsə onu elə. Sifətimin daha incə olmasını Daha incə olacaq, daha gözəl olacaq, dolğuya ehtiyacın olmayacaq. Bir də gicgahını düzəlt. Bəs botoks məsləhət görürsünüz yoxsa? Danışanda mimika ilə danışmırsınız. Hirslənir, qaldır, gül. Yəni danışanda göz ətrafında qırışın yoxdur. Danışanda da mimika ilə danışmırsan. Yəni əgər dəyişim istəyirsənsə, alnının daha tarıma çəkilməsini istəyirsən, parıldamağını istəyirsən, qaşının qalxmağını istəyirsənsə, botoks eləyin. Məsələn, səndən öncəki xanıma botoks mütləq idi, çünki qırışları çox idi və mimika ilə danışır. Amma siz mimika ilə danışmırsınız. Hələ elətdirməyə də bilərsiniz. Bəs